Qəşəng mayonez sıxırıq. Təndir çörəyi. Zaqatalada biz ancaq təndir çörəyi yiyirik da. Süper. Hər birinizə Zaqatalada salamlayıram. Bu günlərim Allah qoysa boş bişirəsiyik. Yəni mən sizə deyim ki, Moskvada öyrəndiyim kimi, yəni xaxol boşu. Səsimdən biraz neyləməyin, soyuqlamışam, evdəyəm, havazda işdə deyiləm. Yəni soyuqda mən işdə vaxt, necə deyim, Konada gəzmirəm. Gəzsəm də belə, yəni Moskvada gəzirəm. Kim də soyuqsa, Moskvada gəzdirtirəm. Yəni çünki, necə deyim, yemək pişiririk. Yəni heç kəsə, yəni bizdən ötəri xəstəlik keçməsin. Əti yaxşı yuyuruq, yaxşı yuyuruqdan sonra qoyuruq qazana. Bu qazanı sonra dəyişəsiyəm, heç kəs deməsin ki, bu qazan başqa qazan idi, sonra bişirən başqa qazan idi. Çünki ətin suyunu şəffaf, sonra süsəsən mən başqa qazanam. İndi hal-hazırda soğanı doğrayırıq, ortadan bölüb, yəni bu cür. Necə deyim, uzun-uzun, yəni xırda yox. Sonra üstünə əlavə markov keçirəsiyik, markovu da türkədən keçiririk. İndi hamı bilir. Mən əsas dediyim odur ki, çoxu restoranlarda o problem var ki, yəni necə deyim, boşu rəngi qaçır. Boşu rəngi qaçmasın deyə mən sizə bir dənə balaca bir sir verəcəm. Kərə yağı. Əridilmiş qəşəng kərə yağından vurun. Duru yağ tökürük. Yani pirinci kızartırıq. Kızartandan sonra daha prosesler götürürüm. Mən sizə deyim ki, bu necə deyim, bıraq yaxşıca qızarılmalıdır. Bu əti suyunu indi ayırasıyam mən. Ətin mütləq mən niyə suyunu ayıram? Çünki bu ətin dibində çöküntülər var da bulyonun. Yəni bulyon şəffaf olmalıdır, təmiz olmalıdır, süzülməlidir. Yəni mən həmişə o şeyin tərəfdarıyam həqiqətən. Əti bulyondan ayırıq. Mən yenə də deyirəm, yəni bu boş imeni şəxsən mal ətinə yaxşı olur. Quzu əti qatanda olur, olmaz, ancaq ki o deyil. Çalışıb mal ətin qabırğa hissəsi var, qabırğa ya da qol hissəsi, bayaq doğradım yumuşaq hissədən, ya da bel hissəsinin sümüklərindən yaxşı olur, həqiqətən. Yəni bulyonun dadı olur. İndi bulyonun üstünə mən biraz su əlavə edirəm, çünki yarı-yarı, çünki mənim bişirim qazana görə, yəni bu bulyon az. İndi qızarmış soğan marka üzərinə mən tomat əlavə edirəm. Tomat əlavə edəndən sonra bunları yaxşı bir yerdə qızartıb, azca su töküb, götürüb qoyasım qırağa. İndi biraz su tökürük. Yaxşı qızarandan sonra. Birinci qızardıq, sonra suyu tökürük. Uksus əlavə edirik, Uksus əlavə edirik ki, bu rəngi qaçmasın. Bir yarım stəkan da peso. Ki biraz kəm şirin olsun, boş. Qarışdırırıq bunu qəşəng. 5 dəqiqədən götürürük. 5 dəqiqə hazırdır. Kartuşka ev sayağında ise de bu cür. Yani bunlar xırda, kubik lazım deyil. Bu cür qəşəngdir. Yəni siz baxarsınız da evdə öz zövqünüzdə necəsi doğrayam. Mən ancaq belə doğrayıram. Kartuşkanı atırıq deyə. Su qaynadı, kartuşkanı atırıq qəşəng. Qalbada o bir ədəyyətlərini. Qara yumru bibər. Yaxına yapağı. Tuz. Az-maz qara toz bibər də yapağı. Bir də pul bibər. Yəni zövqə uyğun. Bu biraz acılıdır. Bu qədər kifayətdir.
Kələmi gəlməsə deyim, bu cür doğruyusuz. Yəni çox da xırda eləməyin, nazik eləməyin, çünki əriməsin borşun içində. Belə kələm borşun içində diri qalanda, yəni belə xırtdılanda yaxşı olur. Soğanını atırıq. Qarışdıraq bunu. Kələmdən atırıq. Kələmə həmişə bişmə 5 dəqiqə, 10 dəqiqə qalmış atın. Xırt-xırt qalsın. Petruşka. Ən axırda bunları atacaq petruşkanı. Koyuldu. Petruşka ilə sarımsağı ən axırda tökəcəyik. Ən axırda sarımsağı. İndi isə bişmiş ətləri əlavə edirəm mən ona. Çünki niyə görə axırda əlavə edirəm? Çünki bu qaynayan müddətdə, yəni ətlər əriməsin, yəni diri qalsın. Qusopla yəni diri olmalıdır ki, mən çünki müştəriyə verirəm. Müştəriyə yəni dağılmış ətlərlə verə bilmərəm axı. Yəni evdə yəni yol verməli, ancaq işdə belə restoranda əmələ gəlmir. Yəni bu cür ən axırda elə bir ki, bırakı qırmızı kök töküncə əvvəl ətlərə əlavə edib, sonra bırakı tökə bilərsiniz. İndi bırakı əlavə edib, bişməyə 5 dəqiqə qalıb. 5 dəqiqə qalmış, bırakı atıb, götürürsünüz. Bırakı çox qaynamasın dostlar. Ən axırda da petruşka ilə əzilmiş sarımsağı atıyorlar. Bunlar atandan sonra oca altını söndürürük. Daha oca pişibdir bu, hazırdır. Kələm tam ölməsin. Boş ümumiyyətlə bir gün qalanda yaxşı olur, rəngi zadı ruhu yerinə gəlir. Bax, qıpqırmızı. Bu əsl xaxol borşudur. Qıpqırmızı. Borşumuz hazırdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub dəstək verməyi unutmayın. Qəşəng mayonez sıxırıq. Borşu ki, ya mayonezli ya da smetan. Təndir çörəyi. Zaqatalada biz ancaq təndir çörəyi yiyoruz da. Restoranda işləyən bəylər və xanımlar hamımıza məsləhətim odur ki, boş verən vaxtı gördünüz ki, rəng qaçdı. Mütləq üstünə bu qırmızı kökü xırda törkanın setkasından keçirin. Elə ki, verin. Onda rəngi düzələcəkdir. Süper.